Şaxtalı gecə öz yavrusunu itirmiş qoyun. Ananın fəryadı bura toplaşan qarğaları qorxutmur. Onlar səbirlə öz zamanlarını gözləyirlər. Öndəki qarğa deyəsən toplaşanlar arasında ən cəsurudur. Ana qoyun onu görmür. Onun dərdi böyükdür. Qarğaların bəziləri ana qoyuna maraqla baxırlar. Onun yavrusuna artıq heç nə yardım edə bilməz. Uzaqdan bu qonaqlığa uçub gələn yeni qarğalar da var. 1878-ci ildə August Friedrich Schenk'in çəkdiyi Əzab. August Friedrich Schenk peyzaj və animalistika janrı üzrə işləyən rəssamdır. O əsərlərində qoyun sürülərini təsvir etməyi çox sevirdi. Çovğunlu, qarlı günlərdə və yaxud yaşıl çəməndə otlayan qoyun sürülərini. Çəkdiyi Əzab rəsmi isə bu əsərlərin şahıdır.